Axşamınız xeyirli olsun əziz komanda. Ənənəvi olaraq yenə də ikinci gündür və bizim bugün təlimimiz var. Hər kəs bilirəm ki, çox maraqla gözləyir. Çünki bir çoxlarının həm marağına səbəb olan, həm də hələ də bəzi əhəmiyyətini dərk etməyənlərimiz var arasında, yeni qoşulanlara xüsusilə. Çünki bu elə bir məsələdir ki, bunu bizə nə məktəbdə, nə universitetdə, nə ailədə belə bir şeylər öyrətməyiblər. Bütün bunları, yəni bütün biznes haqqında xırdalıqları, incəlikləri biz Cyber Awareness şirkətinin əməkdaşı olandan sonra öyrənmişik. Və bu gün də gözəl bir mövzumuz var. Təlim və tədbirlərin biznesimizin inkişafında əhəmiyyətli rolu və müsbət cəhətləri. Bu özlüyündə çox geniş bir mövzudur. Bugün 1 saat ərzində, 45 dəqiqə, 1 saat ərzində çalışacağıq ki, normal qaydada, yəni hər kəsin başa düşəcəyi bir formada bu incəlikləri xırdalayaq. Demək, təlim və tədbirlər bütün sahələrdə olduğu kimi, yəni əgər hər hansı bir bilik əldə etmək istəyiriksə, hər hansısa bir yenilik öyrənmək istəyiriksə, bunu biz hardan öyrənə bilərik? Əlbəttə ki, bu hər işin öz təlimi olur. Təlimləri öyrənməklə və bizim də işimizdə təlim və tədbirlərin mühüm əhəmiyyəti var. Çünki biz şəxsi inkişafımızı, ümumiyyətlə şirkət haqqında məlumatımızı, işimizi necə qura bilərik, ünsiyyətimizi necə formalaşdıra bilərik, nitqimizi necə inkişaf etdirə bilərik, bütün bu məsələləri biz harda öyrənirik? Təlim və tədbirlərimizdə. Təlimlərimiz iki cür olur: onlayn və offlayn. Onlayn formatda tədbirlərimiz daha çox pandemiyadan sonra formalaşdı. Amma offlayn təlimlərin bir başqa üstünlüyü var. Təzə-təzə bunu bizə deyəndə biz o qədər də fərqinə varmırdıq. Yəni mən öz adıma deyirəm ki, o qədər də fərqinə varmırdım. Amma zaman keçdikcə, komanda üzvləri ilə görüşdükcə, onlarla ünsiyyət qurduqca həqiqətən anlamağa başladım ki, offlayn təlimlərin üstünlüyü daha başqadır. Niyə görə? Çünki insan bir şəxsiyyət kimi harda formalaşır? Cəmiyyətdə. Və bu cəmiyyətdə nəyin əsasında? Ünsiyyətin, qarşılıqlı anlaşmanın əsasında. Və offlayn təlimlərdə bu xüsusiyyəti daha çox vurğulamaq olur. Düzdür, müasir dövrün tələbidir. Artıq bir çox şirkətlər, bir çox yəni həm təlim, tədris məsələləri, həm biznes sahəsi demək olar ki, onlayn təlimlərlə çalışır. Amma biz yenə də təşəkkür edirik öz liderlərimizə ki, bizi üçün hər həftənin 6-cı günü offlayn təlimlər təşkil edirlər. Yeni komandaya qoşulanlar buradan yeni biliklər əldə edir. Əvvəlki əməkdaşlar isə biliklərini daha da dərinləşdirirlər. İndi isə mən sizə təlim və tədbirlərin nə kimi bizim inkişafımızda nə kimi rolu var? Bunları punktlar şəklində izah etməyə çalışacağam. Demək, birincisi vurğuladığım kimi bu proseslərin bizim işimizdə əsas məsələsi, yəni əsas üstünlüyü bilik və peşəkarlığımızın artırılması üçündür. Yəni bu birinci şərtdir. Burada biz nələr öyrənirik? Yəni biz bilik və peşəkarlığımızı hansı sahələrdə artırmalıyıq? Əlbəttə ki, bizim şirkətin həm məhsulu, həm də xidmətləri haqqında dərin biliklər əldə etməliyik. Çünki bizim işimiz məhsullar haqqında bilik və onları insanlara təqdim etmək, xidməti təqdim etmə əsasında biz işimizi qururuq. Və təlim və tədbirlərin də birinci əhəmiyyətli rolu bilik vermək, məhsul və xidmət haqqında dərin məlumatlar əldə etməkdən keçir. Çünki bunsuz biz heç bir nailiyyət əldə edə bilmirik. Bundan başqa müxtəlif satış texnikalarını öyrənirik və özümüzə uyğun olan satış texnikalarını əxz edirik və müəyyən mənada bizim səhv bildiyimiz, doğru bildiyimiz yanlışları düzəldirik və bununla da satış texnikamızı təkmilləşdirmiş oluruq. Və bundan başqa, demək, bizim ən çox rastlaşdığımız və mən deyərdim ki, hamının, hətta liderlərimiz özləri də etiraf edirlər ki, onlar belə bu problemlə rastlaşırlar. Hansı problemdir bu? Etirazlarla qarşılaşmaq.
Məhz bu tədbirlər, təlimlər sayəsində biz etirazlara cavab verə bilirik. Yəni etirazları cavablandırmağı biz özümüzdə adət halına almış oluruq. Yəni bunlar haqqında kifayət qədər məlumatımız olur. Hər tip etiraza hansı formada, hansı quruluşda cavab verməyi biz öyrənirik. Və bunların fonunda bizdə nə formalaşır? Bilik formalaşırsa, bilik yaranırsa insanda, məlumat çoxluğu, məlumat bazası formalaşırsa, insanda özünə inam formalaşır. Bəzən olur, komanda üzvlərindən belə etiraf edirlər ki, mən bacararam, mən deyəsən bacarmaram, mənlik deyil. Bunun əsasında bilin ki, həmin adamın məlumatsızlığı dayanır. Əgər insan məhsul haqqında, xidmət haqqında kifayət qədər biliyə malik olarsa, sizə əmin edirəm ki, o insanın özünə inam yaranır. Necə ki biz ilk başlarda başlayanda bizə bir sual veriləndə, bir etiraz edən olunanda qorxurduq. Sanki bir addım geri çəkilirdi. Amma indi elə deyil. Yəni mən özümdən deyirəm ki, indi elə deyil. Müəyyən mənada həm kifayət qədər məlumat verməyi bacarırıq, həm etirazların qarşısında durmağı bacarırıq. Bütün bunlar yenə də gəlir nəyə? Təlim və tədbirlərin əhəmiyyətinə. Buradan nəticə nə çıxır? Daha peşəkar təqdimat və daha yüksək satış strategiyası öyrənmək. İkinci bir punkt, bu motivasiya və enerji artımı. Bizə motivasiya və enerji hardan gəlir? Əlbəttə ki, təlimlərdən və tədbirlərdən. Biz arxayınıq ki, təlimlər vasitəsilə bizə hər şeyi öyrədirlər. Və bəs yaxşı, təlimlər vasitəsilə öyrəndik və bizim nailiyyətlərimizin vurğulandığı, ümumiyyətlə liderlərin, daha uğurlu insanların toplaşdığı bir mühit bizə nə verə bilər enerjidən başqa, motivasiyadan başqa? Təlim və tədbirlərin ikinci üstünlüyü, yəni ikinci punkt bizə motivasiya və enerji artımını göstərir. Tədbirlər insana ümumiyyətlə komanda qurmağı, komanda ruhunu əxz eləyir, yəni aşılayır. Çünki insanlar tədbir zamanı liderlərin ətrafında onun komanda üzvlərini görürlər. Yeni gələnlərə bu əlbəttə ki bir başqa cür təsir eləyir və özlərini artıq o liderin yerində düşünməyə başlayırlar. Uğurlu insanların hekayələrini eşidirlər, dinləyirlər və insanların hansı yollardan keçdiyinə şahidi olurlar. Və artıq bu fonda insanda nə yaranır? Mən də bacararam. Çünki biz qarşımızdakı insanın adi bir adam olduğunu və özü danışdıqca, hekayətini dinlədikcə əksər fikir vermisinizsə, əksər liderlərin həyatına nəzər salanda hamısı adi, sadə insanlar olub. Sadə insanlar olub. Sadəcə vaxtında düzgün qərar verməklə onlar hal-hazırda həmin zirvədədirlər, həmin mərhələdədirlər. Və biz bunun fonunda başa düşürük ki, biz də məhz həmin yolla getsək, bu uğuru qazana bilərik. Nəticə burada nə olur? Yəni motivasiyanın, enerjinin dolu olduğu bir mühitdə biz nə hiss edirik? Aktivlik və davamlılıq şərtdir. Biz başa düşürük ki, biz aktiv olmalıyıq və davamlılığımızı qorumalıyıq. Həm özümüz, həm komanda üzvlərinə qarşı. Üçüncü bir məsələ, demək, komanda ruhunun güclənməsidir. Bu təlimlər zamanı, tədbirlər zamanı, daha çox tədbirlər zamanı, belə deyək, tədbirlərə aiddir bu punkt. Şəxsi əlaqələr möhkəmlənir. Məsəl üçün, ola bilər ki, biz rəhbəri, bizim komandanın üzvlərini biz tanımırıq. Amma bu tədbirlər sayəsində, təlimlər sayəsində biz həmin insanlarla tanış ola bilirik. Və həmin insanlar həm bizdən enerji alır, o cümlədən də bizdən bir neçə yuxarıda olan liderlərimizlə tanış oluruq və onlardan o enerjini almış oluruq. Necə ki, bu yaxınlarda Qromovlar Azərbaycana gələndə biz onları tədbir zamanı onlardan o enerjini aldıq. Mən eşidilirəm. Bəli, bəli. Tamam. Aha, tamam. Bəzən ekranda xanımlar donurlar, ona görə ehtiyat elədim. Demək, lider bu tədbirlər, üzr istəyirəm, mikrofonlara diqqət edin, xahiş edirəm. Aha. Demək, lider və komanda arasında güclü ünsiyyət yaranır. Bu, gələcəkdə işin planlaması, gələcəkdə işin qurulması üçün çox vacib şərtlərdəndir.
birlik hissi formalaşır. Yəni biz bilirik ki, tək əldən e, səs çıxmaz. Bu belə bir məsəl var ki, güc birlikdədir. Yəni mütləq şəkildə bu hər bir sahədə belədir həqiqətən. Çünki tək insan ə, belə bir atalar məsəli var idi. Hansısa bir xalqın idi, dəqiq yadımda qalmayıb. Demək deyir, sən tək sürətli yeriyə bilərsən, amma birlikdə daha çox uzağa gedə bilərsən. Bu məhz komanda ruhunun güclənməsi punktunda bizim əsas dayaq nöqtəmiz olmalıdır ki, nəyə görə biz təlim və tədbirlərdə iştirak etməliyik? Nəinki biz həmçinin bizim komandanın üzvləri. Biz bunu təşviq etməliyik. Həqiqətən komanda üzvləri arasında təşviq etməliyik ki, bu tədbirlərdə mütləq şəkildə iştirak etmək vacibdir. Demək, buradan çıxan nəticə nə olur? Komanda birgə daha koordinasiyalı və daha mütəşəkkil işləyə bilər. Başqa bir dördüncü bir punktu nəzərinizə çatdırım. Şəbəkənin genişlənməsi. Bizim sevdiyimiz networking işinin genişlənməsi, yəni şəbəkənin şaxələnməsi, genişlənməsi. Bu nədə özünü göstərir? Bayaq vurguladığım kimi, demək, yeni tərəfdaşlarla tanışlıq, təcrübə mübadiləsi. Çünki biz təlimlər zamanı daha çox liderlərimizdən, bizdən mərtəbəcə, belə deyək, rankca yüksək olanları dinləyirik və onlardan özümüz üçün müəyyən məlumatlar əldə edirik. Yəni heç kəs deyə bilməz ki, mən bura gəlib özüm öyrənmişəm, şəxsən özüm öyrənmişəm. Əlbəttə ki, təlimlər vasitəsilə biz liderlərimizin, nastavniklərimizin getdiyi yollar, atdığı addımlar və bunun əsasında bizdə təcrübə mübadiləsi gedib və biz özlüyümüzdə atdığımız addımların düzgün və ya səhv olduğunu anlamışıq və növbəti dəfə artıq bu səhvləri təkrarlamamağa çalışmışıq və belə artıq biz özümüzü formalaşdırmışıq. Belə ümumiyyətlə tədbirlərdə və təlimlərdə uğurlu modellər öyrənilir. Hər liderin, hər nastavnikin öz getdiyi yol və təsdiq etdiyi yollar ola bilər ki, biz onları özümüzə nümunə götürərək bununla işimizi qura bilərik. Yəni şəbəkəmizi genişləndirməyi xüsusi yolları var ki, bunları biz nastavniklərdən, liderlərimizdən harda öyrənirik? Təlim və tədbirlərdə. Və burada nəticə nə çıxır? Daha sürətli inkişaf və yeni imkanların yaradılması, əldə edilməsi. Çünki uğur birdən-birə yaranmır, onu biz yaradırıq. Və bu məsələdə diqqətli olmaq lazımdır. Hər zaman liderlərimizin sözünə qulaq asmalıyıq, nastavniklərin sözünə qulaq asmalıyıq və təşkil olunan hər bir təlim və tədbirdə iştirak etmək lazımdır. 5-ci məsələ, demək, strategiya və hədəflərin qoyulması. Qısa və uzun müddətli planlar qoyuruq. Yəni təlimlər və tədbirlərdən sonra biz komanda şəklində və yaxud da ayrı-ayrı öz nastavnikimizlə, liderimizlə görüşürük və bəzən olur ki, elə təlimin, tədbirin artıq gedişatında biz özümüz üçün müəyyən uzun müddətli və qısa müddətli hədəflər qoymuş oluruq. Çoxları bunu təsdiqləyər, mən özüm də təsdiqləyirəm ki, hər təlimdə, hər tədbirdə müəyyən bir ideya gəlir insana və o ideyanı artıq hədəfə çeviririk biz ki, mütləq şəkildə biz bu addımları atacağıq. Bundan başqa, liderlik xüsusiyyətləri formalaşır. Biz səhnədə danışan liderləri görürük, onların həyat hekayələrini dinləyirik, onların atdığı addımları görürük və bu zaman bizim özümüzdə həmin xüsusiyyətlər yaranmağa başlayır. Şəxsi inkişaf planı artıq özümüz üçün qururuq. Hər bir insanın özünün şəxsi inkişaf planı olur. Yəni özü üçün müəyyən bir şeyləri, ardıcıllığı qurur, hansı vacibdir birinci önə çəkir. Bütün bunlar təlim və tədbirlər sayəsində başa gələ bilər. Nəticə burada nə olur? Sistemli və sürətli böyümə. Yenə də gəldik sistemliyə və sürətli böyüməyə. Demək, digər bir punkt, səhv eləmirəmsə 6-cı. Bu nədir? Brendimizə bağlılıq, yəni şirkətimizə bağlılıq. Bir çoxlarımız bilirik ki, bizim şirkət haqqında biz yalnız təlimlərdən eşitmişik.
Ora gedən liderlərimiz, nastavniklərimiz olub. Amma biz bunları onların dilindən eşitmişik. Harda eşitmişik? Təlim və tədbirlərdə. Biz şirkətin dəyərlərini daha yaxşı mənimsəyirik bunun sayəsində, yəni təlim və tədbirlər sayəsində şirkətimizin dəyərlərini görürük. Onun insana verdiyi dəyəri görürük. Şirkətə inamımız güclənir. Çünki şirkət köklü şirkətdir. Hər bir detala, hər xırda bir detala fikir verir. Uzunmüddətli əməkdaşlıq formalaşır bunun sayəsində. Yəni şirkət haqqında kifayət qədər məlumat almaq, onun brendi haqqında kifayət qədər məlumata malik olmaq bizim uzun müddətli işimizi planlaşdırır artıq. Yəni biz harda olduğumuzu başa düşürük, nəyin içində olduğunu biz başa düşürük. Yəni qlobal bir biznes deyiriksə, əlbəttə ki biz öz şirkətimizi bilirik və bu böyük bir şirkətin kiçik bir hissəciyi olmaq həqiqətən bizlər üçün çox xoşdur. Və bunun sayəsində artıq uzun müddətli əməkdaşlıq yaranır. Burada çoxları etiraf edirlər ki, artıq neçə illərdir biz bu şirkətin üzvüyük. Heç usanmırıq, heç yorulmuruq. Əksinə günü-gündən daha fəxarətlə danışırıq. Çünki şirkətin özündə belə, məhsullarında belə təkmilləşmə getdikcə insan istər-istəməz inamı artır şirkətə. Və buradan çıxan nəticə stabil və dayanıqlı, davamlı biznes. Biz buna arxayınıq. Biz bunu başa düşürük tədbirlər sayəsində. Digər bir punktu, yəni təlim və tədbirlərin bizim biznesimizdə əhəmiyyətini vurğulayan bir məsələ də şəxsi inkişafdır. Bu çox böyük bir mövzudur. Yəni şəxsi inkişaf haqqında dayanmadan saatlarla danışmaq olar. Amma mən müəyyən punktlar əsasında, alt punktlar əsasında bunu sadalayım. Demək, birincisi, nitq qabiliyyəti inkişaf edir. Hər birimiz etiraf edə bilərik ki, biz bu şirkətə daxil olarkən, yəni ilk başlarda iki cümləni, yəni məsələn desədilər bizə bir məhsul haqqında, bir müəyyən bir sağlamlıq olsun, üz baxımı olsun, hər istənilən bir məhsul haqqında biz iki kəlmə, iki cümlə bir-birinin dalınca qorxa-qorxa deyirdiksə, vaxt keçdikcə bu inkişaf edir. Nitq qabiliyyətimiz formalaşır, nitqimiz açılır, nitqimiz daha səlis, daha rahat, daha təmkinli olur və daha çox məlumatlı olur. Daha çox məlumatlı olur. Mən həmişə onu vurğulayıram. Səhnə qorxusu azalır. Çünki səhnədə çıxış edən insanların adi bir insanlar olduğunu biz görürük və puxtələşirik artıq bu sahədə. Liderlik keyfiyyətləri formalaşır. Çünki qarşımızda danışanlar artıq liderlik xüsusiyyətinə malik insanlardır ki, səhnədədirlər. Və biz onlardan görürük, götürürük. Biz onların müəyyən nüanslara fikir veririk. Kimə nə xoş gəlir, kimdə nə yoxdur, məhz həmin təlim və tədbirlər sayəsində genişləndirir, inkişaf elətdirir. Və şəxsi inkişafla bağlı bir məsələni də vurğulayım ki, zamanı idarə etmə bacarığı formalaşır. Bu təlim və tədbirlər sayəsində biz zamanı nə cür özümüzə işləməyə məcbur edə bilərik. Bax, bunu öyrənirik. Nəticə burada nə çıxır? Bu punktun nəticəsi odur ki, güclü insan bərabərdir güclü biznes. Biznesmen, biznesleyidilər. Ümumiyyətlə, hər zaman mən vurğulayıram ki, təlim və tədbirlərə heç vaxt xərc kimi baxmayın. Çünki bu bizim gələcəyə qoyduğumuz investisiyadır. Bilik kapitalıdır. Əgər biz bugün 5-10 manat pulumuza qənaət ediriksə, sizi inandırıram ki, biz gələcəyimizin bəlkə də mühüm bir addımlarına qənaət etmiş oluruq. Ona görə də hər zaman liderlərimiz vurğuladığı kimi mütləq şəkildə bütün təlim və tədbirlərdə iştirak etmək lazımdır. Ümumiyyətlə, belə bir məsələ var ki, hər bir uğurlu biznesin arxasında iki amil durur. Bunlardan biri bilikdir, digəri mühitdir. Biliyi biz, bax, bugünkü kimi təlimimizdə öyrənirik. Həftənin müəyyən günləri onlayn və offlayn olan tədbirlərimizdən biz bilik öyrənirik, savad əldə edirik. Amma bunlar harda formalaşır? Təlim, tədbirlərdə. Niyə? Çünki tədbirlərdə artıq həmin o bilik savadın sayəsində özünü təsdiqləmiş, uğur qazanmış insanları biz görürük. Və o mühitdə sən özünü vacib bir insan kimi hiss edə bilirsən və başa düşürsən ki, sən də o insanlardan biri ola bilərsən mütləq şəkildə. Çünki uğursuzluq deyilən bir şey yoxdur. Hər şey uğura aparmalıdır insanı. Bir şərtlə ki, insan özü bunu istəsin.
Mütləq şəkildə ə, insan bunu istəməlidir. Yenə də vurğulayıram, imkan öz-özünə yaratmır. İnsan gərək bunu istəsin və bunu tətbiq etməyi bacarsın. Nəyin sayəsində? Hər zaman vurğuluruq. Əslində bizim inkişafımıza səbəb olan çox şeylər var. Sadəcə bu gün mövzumuz təlim və tədbirlərin vacibliyi idi ki, onu mən müəyyən qruplaşdırma şəklində sizlərə izah elədim ki, yeni gələn insanlara da maraqlı olsun. Ümumiyyətlə təlim və mən bir məsələni vurğulayım ki, bəzən mənə sual verirlər ki, bəs Səbinə xanım, hardandır sizdə bu qədər məlumat, bu qədər yaxşı danışıq tərzi? Mən həmişə vurğulayıram. Hamısı, bütün bunları mən təlimlərimiz sayəsində əldə eləmişəm. Əlbəttə ki, şəxsi təşəbbüsüm də olub. Nəsə bir məsələ eşitmişəm, nəsə bir məhsul haqqında daha geniş araşdırma aparmışam. Amma bunu mənə kimi aşılayıb? Mənə bunu nə aşılayıb? Təlimlər və təlimlər vasitəsilə nastavniklərim, liderlərim. Ona görə hər zaman vurğulayıram ki, yeni bilik əldə etməyə ehtiyat etməyin. Çalışın mümkün qədər çox bilik əldə edin. Çox məlumat əldə edin. Düzdür, qarşındakı insana o çox məlumatı verməyə ehtiyac yoxdur. Çünki kifayət qədər müəyyən cümlələr var ki, onları deməklə kifayət edir. Həmin insan işin içində olmadığına görə səni biraz başqa cür başa düşə bilər. Bəzən olur, hiss edirsən qarşındakı insanın, amma heç vaxt özünüzü inkişaf etdirməyə, özünüz hər hansı bir məsələni müstəqil şəkildə araşdırmağa ehtiyat eləməyin. Əlbəttə ki, bu müəyyən çərçivədə nastavnikimizlə məsləhətləşərək və bütün bunların fonunda yenə də vurğulayıram. Mütləq şəkildə sizi üçün təşkil olunan, bizi üçün təşkil olunan təlim və tədbirlərdə iştirak etmək lazımdır. Və bu iştirakı biz əgər başa düşürüksə vacibliyini, bunu komandaya öyrətməliyik, komandaya ötürməliyik. Tədbirlərdə yəqin ki, çoxlarınız şahidi olmusunuz ki, biz çox təlimlərdən sonra sizə geri dönüşlər olur ki, biz çox əvəz edilməz məlumatlar əldə etdik, çox gözəl məlumat verdiniz, biz müəyyən şeyləri bilmirdik, indi öyrənmiş olduq. O cümlədən də tədbirlərdə. Tədbirdəki o mühit, o ab-hava, o enerji axımı insana elə gözəl təsir edir ki, tədbirdən sonra insanda işləmək ruhu artır. Ona görə də yenə də vurğulayıram ki, təlim və tədbirlərdə iştirak etmək vacibdir. Bizim şirkətin də təlim və tədbirləri, əgər biz təlimlərimiz yerli xarakteri daşıyırsa, bizim beynəlxalq tədbirlərimiz də olur ki, hal-hazırda burada olan liderlərimiz bunu təsdiqləyə bilərlər. Mən xahiş edəcəyəm ki, beynəlxalq tədbirlərdə olanlar, yerli tədbirlərdə olanlar, hər kəs öz təəssüratını bir-iki cümlələ bölüşsün bizlərlə. Kim danışmaq istəyər? Ən sonuncu tədbirimiz səhv eləmirəmsə Özbəkistan idi. Özbəkistanda təşkil olunmuş da səhv eləmirəmsə. Axşamınız xeyir olsun, hörmətli komanda. Əgər mümkünsə mən danışım, çünki mən görüntü açılma yoldayam. Buyurun, Həcə xanım. Bölüşüm. Buyurun, Həcə Həqiqətən xanım. də çox gözəl məlumat verdiniz şəbəkə biznesi ilə olan bu təlimlər haqqında. Həqiqətən də bu təlimlər təkcə texniki bacarıqları deyil, həm də insanın öz düşüncə tərzini kökündən dəyişir. Necə ki, mən bu bizim dekabrda keçirilən Laboran təlimində çox böyük, çox gözəl bir necə deyirəm, müsbət bucaq qazandım, yəni baxış bucağı qazandım, yəni Enerji aldınız. və davamlı məqsəd qoydum ki, daha məsuliyyətli olmalıyam və böyük ranglara çatmalıyam. Və məqsədimi qabağıma qoydum. Mələt xanımla öhdəlikimizi yazdıq, öhdəliyin planını qurduq və mən gündə 5 nəfərə zəng etməklə bir nəfəri dəvət edirdim, sonra biznesə də dəvətlərim oldu hətta və fevral ayının son günündə belə satışlar etdim və 2500-dən çox bal topladım və 2500 rangını qazandım. Maşallah. İndi Əla, mən bir daha qrupda təbrik eləmişdik sizi Xədicə xanım, bir daha təbrik edirəm. bəli, təbrik eləmişdiniz. Hamısına təşəkkür edirəm. Mən indi şəbəkə marketinq sahəsində yalnız qazanc kimi deyil, həm də insanların
həyatını dəyişən bir məktəb kimi baxıram. Və çox xoşum ki, buradayam, sizinlə birlikdəyəm, bu şirkətdəyim və davam etməyi düşünürəm. Və buna görə də öz rəhbərimə, Murat xanıma çox böyük təşəkkürlər edirəm ki, indi hələlik orucluq ayıdır. Mən onu çox sıxmıram. İnşallah orucluq bitsin və ondan daha çox məlumatlar alacağam. Yəni bu biznesimi daha böyük ranglardan xəbər vermək istəyirəm. Bu qədər məndən. Lap yaxşı. Uğurlar Xədicə xanımın sözündən bir Səsin bağlandı Səbiş. Hə, təşəkkür edirəm. Səbiş, mikrofonu aç. bəli. Demək, Xədicə xanımın bu sözündən çıxış edən bir məsələni deyim. Xədicə xanımın sözünə qüvvət. Demək, mən də ilk dəfə gələndə Aydan xanımın yaxşı yadındadır. Dedim ona ki, məni öz rangıma çatdırmayana qədər mən səndən əl çəkməyəcəyəm. Gecə də olsa saat 2-də olurdu, neysə sual yaranırdı, yazırdım, 3-də olurdu. Elə olurdu ki, danışırdı. Sonra saata baxırdım ki, ay məndə üz var. Nastavnikim bu qədər narahat olmaz axı. Amma o çox bir az müddətdə oldu. Artıq formalaşandan sonra, yəni tam belə o loru dildə desək, yapışdım yaxasından. Öyrəndim müəyyən şeyləri. Ondan sonra artıq özüm başladım. Yenə də, indinin incində də yenə də bir şey lazım olan kimi yazıram ki, işim düşüb. Artıq rəhbər bilir ki, neysə böyük bir məsələ var ki, yazmışıq. Çünki təzə-təzə əgər hər gün danışırdıqsa, indi elə olur ki, yalnız təlimdə biz görüşə bilirik. Xədicə xanımın sözünə qüvvət olaraq dedim. Başqa kimsə iştirak etdiyi təlimdə aldığı təəssüratlardan nəsə bir şey danışmaq istəyirsə. Navrana gedən xanımlar, 26 yanvar tədbirində iştirak edən xanımlar, indi ən son olanları deyirəm də. Buyurun, bölüşün fikirlərinizi. Axşam xeyir olsun. Mən Axşamın girişmək xeyir. istəyirəm. Artıq heyecandan dayana bilmirəm. Bölüşüm. Deməli, mən çox yerə getmişəm də, bir yerdə dayanmıram. Axırıncı dəfə Navrana getdim, ondan əvvəl Özbəkistana getdim. Başım Azərbaycan təlimləri, tədbirləri, yəni tədbir deyəndə mən də, yəni həqiqətən yəni ilk Özbəkistandan başlamaq istəyirəm. Özbəkistan deyən kimi belə yenə də belə o təəssüratlar gəldi mənə, heyecanlandım da. Həqiqətən yəni bir dənə bir şey var. Mən bəzi xanımlar kimi, yəni sizlər kimi səyahət eşqi ilə yaşayıram da. Yəni bizim rəhbərlər şahiddir də. Yəni səyahət deyən kimi mən necə oluram. Özbəkistan da elə bir ölkə idi ki, yəni yaxın idim də, yəni müsəlman ölkəsi. Özümü yaxın hiss edirdim və yay ayından, hardasa may ayından vision qururdum. Sentyabrda yox, oktyabrda olurdu. Hətta çünki həmişə sentyabrda olurdu ili. Dua edirdim ki, nə olar, oktyabrda olsun da. Çünki qardaşımın toyu idi. Deyirəm, olsa gedə bilməyəcəm də. O qədər istəyirdim yəni. Axır ki, şükür oktyabrda oldu. İndi gəl məsələ ki, bilet məsələsində, yəni mənlə gedən insan və s. tək olmaz da, qoymadılar. Mən amma çapalıyırdım, vision qururdum, oradan buradan ki, kim gedəcək də, yəni mən də qoşulub. Sonra bir zaman sonra dedi ki, yox da heç kim getmir, akşam gedə bilmirəm də, alınmır. Amma bir tərəfimdə də ümidim var da bir ucu qədər ki, bəlkə bir ehtimal olar da, axı çox istəyirəm, atamı da razı saldırmışam, getməliyəm də, yəni başqa çarəm yoxdur. Uşum son anda dedilər ki, hələ iş gedirik. Davay mən də getdim, tez bazar bir gün ərzində bilet pulu atam sayəsində həll elədik də. Ayda o ilk dəfə də samolyota minirdim də, yəni heç minməmişdim. O təəssüratı, o şeyi, yəni nə qorxduğum kimi olmadı. Yəni düşündüm ki, qorxaram, amma qorxmadım. Sadəcə bir anlıqda belə o çıxanda, düşəndə. Sonra oradakı o tədbir, həm tədbir idi, tədbirə gedirdik, düzdür, tərcümə olunurdu, yəni bacardığım qədər qulaq asırdım, qeydlər aparırdım. Umma xanımla Muna xanım görürdü də mənə, deyir, yəni sən naştikdasan. Hətta bir dənə videom var idi, naştikim şeydi, belə işləmirdi də, yəni güc bala ilə belə edirdim ki, işlə mən qulaq asım da.
Yəni o dərəcədə xəstəsi idim ki, qulaq asım da mən. Sonra həm də dincəlirdik, bazara gedirdik, nə bilim o şəhərləri gəzirdik, alış-veriş edirdik. Yəni ləzzət elədi. Bu bir həftə yoxsa 5 gün idi. Həqiqətən yəni ilk təəssüratım idi. Yadımdan Yəni çıxır. hə, nəsə dedi, eşitmədim. Hətta günlər belə yadımdan çıxır. Hə, nəyim getmir? Necə təəssüratın yaranıbsa, bir həftə 5 gün olduğu belə yadında deyil. Hə, də bilmirəm. Yadımdan çıxdı. Həqiqətən çox möhtəşəm idi. Yəni indi inşallah ki Sankt-Peterburg olacaq sentyabrda. İnşallah ona bir yerdə hamımız gedək. Hə. Və həqiqətən çox İnşallah. möhtəşəm. Kimlər o səyahət eşqi, tədbir eşqi. Yəni orada bir buxda böyüyürsən də elə bir. Həm işinlə əlaqədar olaraq, həm dünyanı görürsən, gəzirsən. Biraz elə bil ki empatiya duyğun və yaxud da nəsə də yəni biraz elə bil böyüdüm, tıqqılı böyüdüm mən gediş-gəlişdə. İnşallah çox gedib gələrəm, çox böyüyərəm. Həm iş rəngində olaraq, həm də belə. Yəni İnşallah. mən saxlamayım. Bir də Nabranda da həqiqətən orada neçə gün idi bilmədim. Orada da özümü məktəbdə kimi hiss elədim. 3 gün. Hə, 3 gün. Yəni mən özümü məktəbdə kimi hiss elədim də. Məsələn, bizim otel qalacağımız idi, bir də təlimdir də. Təlimdən çıxıb qalırıq, təzədən səhər dururuq, təlimə gedirik, təzədən şey edirik. Yəni özümü həqiqətən məktəbdə kimi hiss elədim. O olur qızlar yurdu olur. Sonra məktəbə gedir, gəlir. Bax elə hiss elədim. Çox ləzzət elədi də. Düzdür, sağ olsunlar mənə tərcümə eləyənlər də olurdu. Yəni bir mənfi xüsusiyyətim var ki, rus dili bilmirəm də, amma hara getsəm də rus dilidir. Ona görə yəni əl çəkmirəm də. Həqiqətən yəni inşallah onu da öyrənəcəm. Yəni sizə əziyyət verməyəcəm inşallah. Yəni belə. Çox sevirəm ki, mən işimi sevməsəm, bu qədər təlimlərə, bu qədər həyəcanla getmərəm. Bu qədər nə bilim tədbirlərə, zoomlara, yəni qoşulmaram da bu həyəcanla. Ona görə bu işi sevməkdən birinci asılıdır. İş bizə nə verir? Səyahət də verir, tədbiri istəyirsən öyrən, istəyirsən gəz. Amma başqa yerdə olsan bu qədər gəzə bilməzsən. Yəni bu qədər özünə həm sağlamlıq, həm ailəvə vaxt, həm də hara istəyirsən get də, yəni al çamadanı get. Ona görə çox xoşbəxtəm ki, buradayam. Nə yaxşı ki, sizləri tanıdım, sizləri tanındasam. Nəsə, mən saxlamaq olmur. Mən sağollaşım. Sağ olun. Həlimə, digərlərinə də söz verək. Həlimə kimi səyahətləri sevən, bu cür tədbirləri, təlimləri sevən bir xanımı haqqında danışmaq istəyirəm sizə. Sevinç Məmmədovanı tanıyırsınız da, yəqin ki, Ruby Leader. Onun komandasında bir xanım var, hansı ki, biznes lider dərəcəsindədir indi hal-hazırda, Amina xanım. Yəqin ki, görmüsünüz, eləmisiniz. Bir dəfə canlıda, Seva xanımla bir yerdə canlıda gördüm ki, danışır ki, deməli, bu xanım, Amina, 7 il müştəri olub və 7 ildən sonra eşidib ki, bunlar, bilmirəm hansı ölkəyə, o detallar yadımdan çıxıb, hansısa bir ölkəyə səyahətə hazırlaşırlarmış, orada da tədbir olmalıymış və bu eşidib, deyib ki, yəni, mən də istəyirəm. Deyib ki, istəyirsən, pajolsta da əlin cibində olsun, davay, getdik. Bir mən ölürəm səyahətçi, mən də sizlə getmək istəyirəm. Yəni, klientəm də, problem yoxdur ki, gedə bilərəm. Kim istəyir gedə bilər, pajolsta, buyur. Hazırlaşıb, gedib ora, həmin tədbirdə, deməli, bir səhnəyə adlarını çəkiblər, filan çıxsın, hansısa bir dərəcə ilə təbrik edirmişlər. Həmin ərəfədə bir xanım olub, bilmirəm, adını da dedi orada. Həmin xanım gəlməliymiş, son momentdə nəsə bir problem yaranıb, gələ bilməyib tədbirə. Həmin Seva xanımın komandasıymış da. Aminanı veriblər qabağa ki, Amina, sən həmin xanımın əvəzinə sən çıx da səhnəyə. O çıxıb səhnəyə, onu təbrik ediblər, boynundan taxıblar, əlinə plakatı veriblər, o şimdi znaçokunu filan veriblər. Bura baxıb belə səhnədə, belə bütün səhnəyə belə baxıb, hər yer işıqlar, bunu alqışlayırlar filan.
səhnədən düşüb bambaşqa bir ab-havada düşüb də. Deyir ki, Seva xanım, həmin o xanım neyniyib ki, onu səhnəyə çağırıblar? Yəni mənlə çıxanlar nə iş görüblər ki, bunları səhnəyə çağırıb bu şəkildə təbrik eləyirlər, təqdim eləyirlər. Deyir, Seva xanım da deyib ki, onlar müəyyən bir dərəcələr əsasında yapışdım deyir Seva xanımdan ki, əl çəkməyəcəm. Mənə doğru düzgün izah edin. 7 il müştəri olandan sonra həmin səyahət, həmin tədbir səbəb olub ki, Əminə xanım qərar verib ki, mən biznes qurmaq istəyirəm burada. Və başlayıb biznes qurmağa. İndi də kompaniyanın biznes lideridir. Şirkət tərəfindən avtoproyekt qalibidir və bir çox uğurların sahibidir. Yəni tədbirlərin bax belə rolu var. Həqiqətən də indi aramızda o böyük tədbirlərdə səhnəyə çıxan da olub, məsələn Səbinə xanımın özü, hələ çıxmayan da olub, rəhbərini çıxan görən yerdə kövrələni də olub. Bax o səhnəyə çıxanda, o tədbirlərdə adları çəkiləndə, səhnəyə çıxanda onun bambaşqa bir ab-havası var. 2023-cü il mənim həyatıma belə qızıl hərflərlə yazılıb 2023-cü ilin may ayı. Hansı ki, o böyük tədbir Biznes Konqres Azərbaycanda baş tutanda həqiqətən də bambaşqa bir ab-hava idi. 65 ölkə Azərbaycanda böyük bir tədbir, liderlərimiz orada. Mən səhnədən düşəndə Cenya xanım özü qaça-qaça gəldi, məni saxladı, şəklimi çəkdi. Onun özü belə bir bambaşqa bir ab-hava idi ki, o boyda top lider yerindən qalxıb durub gəlib Acele öz komandasının üzvlərini bir-bir şəkillərimizi çəkdi bizim. Yəni həqiqətən də şirkətin belə deyək, masştabını, o böyüklüyünü belə böyük tədbirlərdə daha çox insan şahidi olur. Belə başını salırsan aşağı öz çapında işləyirsən, amma bu cür tədbirlər elə bil ki, yenidən bərpadır da, elə bil ki, səni bir knopkavı basır, təzədən ab-havan tamamilə dəyişir, yeni bir ruh, yeni bir motivasiya gəlir. Belə yəni tədbirlər çox olur. Axırıncısı da yəni öz liderlərimizlə görüşümüz. Təzədən yenə deyirəm, o knopkanı təzədən basdılar, qayıtdılar Rusiyaya. Həqiqətən də belə bir komandada olmaq, belə bir şirkətin səbinə demişkən bir parçası olmaq çox qürur vericidir. Allah qismət eləsin ki, ölkədən kənara çıxıb, şirkətin istehsalat mərkəzinə getmək qismət olsun hamımıza, olmayanlara, bir də olsun olanlara. Ondan sonra səyahət proqramlarının qalibi olub gedib qəşəng-qəşəng ölkələri gəzmək, şirkətin sayəsində belə kef eləmək. Nə bilim, indiki Maldiv adalarını şirkət bir həftəlik götürüb arendaya, yəni bizim liderlərimiz də orada olmaqla mart ayında səyahətə gedəcəklər. Bax, belə şeylər həqiqətən də insana çox böyük ruh verir. Baxanda belə insan özünü orada hiss edir. Yəni, vizyonu qura bilir ki, mən də bir gün olacam onların, o top liderlərin içində. Bax, bu şirkətin məhz top liderlər üçün yaratdığı o fürsətləri mən də sahib olacam. İnşallah. İnşallah. Axşamınız xeyir olsun. Mən də bir-iki söz demək istəyirəm. Mən çox tədbirlərə getmişəm, çalışıram həmişə təlimlərdə iştirak edim. Axırıncı bizim Nabranda olan keçən təlimimiz demək olar ki, mənim o axtarışımda, məqsəd axtarışımda bir nöqtə qoydu. Mən bu vaxta kimi, mən bilirəm, mən bizneslə məşğul olmalıyam, mən pul qazanmağa gəlmişəm. Bunlar hamısı elə bil ki, biraz, necə deyim, tam bişməmiş bir məqsədlər idi, tam belə formalaşmamış. Mən özümü hələ də axtarırdım, hərəkət edirdim, işləyirdim, təlimə qoşulurdum, öyrənirdim, amma hələ də mən axtarışındaydım. Mən hər gün səhər dururdum ki, mənim nə gözləyir, mən nə istəyirəm axı bu biznesdən. İndi Nabranda biz oturanda Jenya ilə Alek qarşımızda o öz həyatlarını danışanda necə çətinliklərdən keçiblər, hansı işləri görüblər, haralara gediblər, internet olmayan vaxtı, onlayn görüşlər olmayan vaxtı onlar nələrdən keçiblər, hamısını danışanda və axırda deyəndə ki, biz qərar verdik ki, bizim həyatımız bu olacaq, yəni biz bu biznesi qurmalıyıq, biz insanlara pul hardadır onu göstərəcək.
Mən oturdum bunlara ağzı açıq belə qulaq asırdım. Özüm özümə deyirəm və bunlar mənim gələcəyimi danışırlar. Mən bunu istəyirəm. Sən demə, mən belə həyat sürmək istəyirəm. Mən heç kimdən asılı olmayaraq, səhər durub harasa qaçmamaq, kiminsə planını doldurmamaq, oturub maaşımı gözləməmək, belə həyat sürmək istəyirəm. Yeni insanlarla görüşmək, sağlıqlarına elə bil ki, onların sağlıqlarını təmin etmək, əstəğfurullah, onu Allah Taala verir. Mən vasitəçiyəm. Mən vasitəçi olmaq istəyirəm. Mən insanları pul hardadır onu göstərmək istəyirəm və qarşılıqlı onlardan bir təşəkkür eşitmək istəyirəm ki, çox sağ ol ki, sən məni bura gətirdin. Mən bunun ab-havasını yaşamaq istəyirəm və orada mən başa düşdüm ki, mənim bu bizneslə məqsədim nədir? Mən nə istəyirəm həyatımdan? Ondan sonra doğrudan da mən başa düşdüm ki, təlimin çox böyük rolu var. Məhz belə liderlərlə yanaşı durmaq, deyirlər ki, varlı olmaq istəyirsən, milyonçuların əhatəsində ol. Onlarla durub otur, onların dediklərinə qulaq as, əməl et. Və doğrudan da bu belədir. Yəni ki, bu doğru bir istina da, belə deyək. O belədir. Yəni ki, danılmaz bir fakt. Həqiqət, bəli, bu bir həqiqətdir. Danılmaz bir həqiqət. Kim hələ də tərəddüd eləyir, kim hələ də özünü tapmayıb, mütləq bir böyük tədbirə getsin, amma çalışsın ki, həmən o liderlə otursun, biraz ünsiyyət eləsin. Onun ab-havasını hiss eləsin, özünə çəksin, özündən keçirsin və onda başa düşəcək ki, o gələcəkdə nə istəyir, necə həyat sürmək istəyir. Məndən bu qədər. Çox sağ olun ki, belə gözəl təlim qurmusunuz. Yəni ki, çox böyük, yəni necə deyim, motivasiyadır. İnsanda enerji, doğrudan da enerji yaranır ki, təkcə insanların dedikləri yox. Belə tədbirlərə gedirsən, görürsən ki, sənin ətrafında sənin kimi düşünən və səninlə eyni istiqamətdə gedən insanlardır. Onda daha da çox enerji verir sənə bu belə ab-hava. Çox sağ olun. Siz sağ olun, Alə xanım. Axşamınız xeyir olsun. Mən də bir şey vurğulamaq istəyirdim ki, doğrudan da bəli, tədbirlər insanın həyatını, insanın baxışını dəyişdirir və mən demək olar ki, Azərbaycanda keçirilən bütün tədbirlərimizdə olmuşam, təlimlərdə də oluram, şükürlər olsun ki, şahidisiz və çalışıram ki, heç bir tədbirdən, hətta elə olur ki, bəzən getmək olmur və yaxud da evdən sənin qarşını kəsən, misal üçün, yoldaşın olur və yaxud da nəsə də olur, müəyyən məqamlar. Yenə də hər şey, belə deyək də, o hər şeyi mane olan hər bir şey çəkirsən və yenə də doğru, irəliyə doğru gedirsən. Və hətta Nabran səyahətimizdən də danışım ki, onda da hətta yəni mən uşaqları qoydum, yer tapdım. O ki, bizim bir Zoom-umuz oldu və Fəridə xanım çıxış elədi, Vüqar müəllim çıxış elədi, o cür yəni ki, dedim yox, mən onsuz da getmək istəyirdim, amma yoldaşım deyirdi ki, necə uşaqları qoyub gedəcəksən, bizi qoyub gedəcəksən, necə olur elə bir şey. Dedim ki, yox, bir təhər yola verərsiniz də, mən ora getməliyəm. Yəni uşaqları da yerbəyər elədim, şükürlər olsun, getdim də, çox doğrudan da çox xoşuma gəldi və liderlərlə bir yerdə olmaq doğrudan da başqa bir şeydir. Yəni onlardan sən o motivasiyanı alırsan, onlardan faydalı məsləhətlər alırsan, tam başqa bir mühitdə olursan. Yəni sanki bir transformasiya gedir səndə və əgər sən doğrudan da inkişaf etmək istəsənsə, mütləq hər bir tədbirlərdə iştirak eləməlisən. Və indi inşallah da bilirsiniz də, yəqin ki, çox yəni məlumatınız var ki, Azərbaycanda artıq Siberian Wellness 15 ildir ki, fəaliyyət göstərir və
Böyük bir tədbir olacaq, təmtəraqlı bir tədbir olacaq və inşallah o tədbirdə hər birimiz olmalıyıq və hətta öz adamlarımızı, yəni tədbirlərə dəvət etməliyik və inşallah ki 6-cı gündə tədbirimiz var. Yəqin ki onu da bilirsiniz artıq. Ayın 7-si xanımları dəvət eləyin tədbirə. Hamı gəlsin. Çox maraqlı olacaq. Necə ki keçən dəfə maraqlı olubsa, bu dəfə də çox maraqlı, tam fərqli mövzular olacaq. Yəni artıq yəni məlumatımız var da, azca da olsa. Həm masaj haqqında orada danışılacaq, həm bədənə qulluq haqqında danışılacaq, sürprizlər olacaq, nə bilim, maraqlıdır. Yəni adamlarınızı mütləq dəvət eləyin və görəcəksiniz ki, həm dövriyyəniz artacaq, yəni gözəl bir nəticə verəcək həmin bu görüşlər. Buna görə hamımız gəlirsiniz, adamlarınızı da gətirirsiniz inşallah. İnşallah sağlıq olsun. Axşamınız xeyir olsun. Mən Axşamınız xeyir. 2022-dən qoşuldum, 2023-dən hələ də bilmirdim ki, məsləhətçi nədir, hələ ki yavaş-yavaş qədəmə qoymuşdum. Qədəmlərim təzə olan vaxtı mən tədbirə getdim və o tədbirin çox gözəl bir funksiyasını gördüm. Tədbirdən sonra gəldim, mən həmin ay olmasa da 2 ay keçəndən sonra mən rəng açdım. Betamin rəngini açdım və ilk addımım oldu. Ondan sonra dedim ki, bütün təlimlərdə olacam, bütün tədbirlərdə olacam. Şükürlər olsun, indiyənə qədər oluram. Ara-bərə belə deyək, ofisdə gedən bəzi təlimlərdə biraz olur ki, istəmədiyimiz halda gedə bilmirəm. Amma hesablayanda ki, qoşulandan 4 ildir ki, mən ancaq tədbirlərə, təlimlərə gedirəm. Navranın təlimi indiyə qədər həyəcan məni götürür, gedir. Səbinə xanımdan da şəxsi danışmışdıq, özü də bilir və ani bir saat 4 idi, 5-ə işləyirdi. Muna xanımın bir dənə qrupa bir paylaşımı, daha da Muna xanımı yox, Vüqar müəllimin qrupa bir dənə paylaşımı oldu Nabranda. Muna xanım deyəndə ki, gəl biz axşam gəlirik, kabab edin biz gəlirik. Mənə elə bil ki, bir dənə tamamilə fikrim dəyişdi. Dinanın sözünə belə deyək də qüvvət, ona amma əksinə deyim ki, mənim yoldaşım qoyur. Yəni o tədbiri eşidəndən dedi ki, get, fərqi yoxdur. 3 gün mən özümü onsuz da restoran sistemində işləyirəm, özümü idarə edəcəm, yeməkdir, hər bir şey qaydasında lap lazım olur, mamagildə qalıram. Nəysə məni ikna edə bilmirdi. Axırı gördüm ki, bəzi maddi cəhətlər də var, onlar da düzəlib və o bir dənə qrupda olan bir elan məni tamamilə dəyişdi. Həyəcanla bilmirdim ki, necə hazırlaşım. İnsan var ki, məsələn, bir ayda hazırlaşır, amma mən bir günün içində, harca 2 saatın içində, 2 saat da deyil, azdır. Yarım saatın içində hazırlaşdım. Evdə tez-tez sərgiyə saldım ki, yoldaşıma yük olmasın. Elə bir həyəcandan çıxmışam ki, həqiqətən. Muna xanım deyib ki, saat 5-də olacaq. Yəni orada saat 5-dən çıxacaq. Allah yol açdı, getdik. Namazımı da qıldım, oradan hazırlaşıb getdik. Və mən Həlimənin sözünə qüvvət, rus dilini tam olaraq biraz başa düşürəm danışanı. Amma danışa bilmirəm. Bizə Jenya xanımın, Alik bəyin həqiqətən də çox gözəl enerjisi gəldi. Üstəlik, məni orada çıxışım, liderlərimizlə bərabər, mən də orada hədiyyə almağım, orada adım getmək, sertifikat almağım məni tamamilə başqa bir aləm yaşatdı. Həqiqətən də dedim, öz-özümə həm sevincimdən sözümü bölüşə bilmirəm, həm də o qədər sevinirəm ki, yəni mən gör neynəmişəm. Sadəcə başımı salıb işimi görmüşəm. Şirkət məni nə qədər dəyərləndirib, gör məni nə qədər özəl bilib, nə qədər məni belə deyək, qiymətləndirib. Həqiqətən. Söhbət bir belə deyək də sertifikatda deyildi, söhbət hansısa bir hədiyyədə deyildi. Söhbət mənim orada iştirak, adım orada çıxması. Rusiya şirkətində mənim adım olmağı. Əliyeva sevinç deyiləndə mən şok oldum orada, həqiqətən. Ona görə hər biriniz arzu edirəm ki, tədbirdə onsuz da çoxunuz olursunuz. Bəzi belə deyək də imkanlar dairəsində bəziləri qoymur, bəziləri belə. Allah yoldaşlarınıza insaf versin. Kimləri ki qoymur, icazə vermir. İnşallah getsin, gedin. Həqiqətən də çox yaxşıdır. Orada 3 gün Esmira xanımla qonşu olduq. Otaq qonşusu olduq. Püxtələşdirir həqiqətən təlim, tədbir.
insanları mehribanlaşdırır. Esmira xanım bəzi namazın sözlərini bilirdi ki, məsələn, mən bilmirdim, onu öyrəndim. Bərabər namaz qıldıq, bərabər söhbətləşdik. Hətta belə deyim də, payını belə adamla bölüşən insanı tanımaq olur orada. Ağıl ağıldan üstündür təbii ki. Məndən 5 yaş balaca olan, 5 yaş böyük olan insandan mən bir dənə kəlmə alıram. Yəni o kəlmə ilə həyatımı dəyişirəm. Təbii ki, düzdür. 2 aydır ki, artıq yanvardan sonra fevralı istəyirdim ki, rangım 5000 olsun. Amma indi qismət var, təbii ki. Amma dedim ki, ne olur olsun düşməyəcəm. Çünki bağladığım rangı davam etdim. Sürünmədim, şükürlər olsun. Allah mənə o yolu verdi. Amma mən liderlə görüşmüşdüm axı. O dərəcəni mənə belə deyək də, necə deyim, onlar veriblər. Mən onları gözümün qarşısına qoydum ki, mən tədbirdə olub, gəlib rangımı aşağı sala bilmərəm. Ən azından rangımı bağlaya bilərəm. Rangımı tamamlayayım ki, belə şey olmasın. Çünki özümü sıxışdırmadım ki, yəni bu qədər tədbir olsun, sən yaz, qeyd elə, sağ olsun Aydan xanım sonra bilmədiklərimizi gəldi, təlim keçdi, bizə bildirdi. Orada deyilənlər təcrübə ilə olandan yanaşı, sonradan atıb öz dilimizdə rahatlıqla bizə onu təlim keçdi. Belə mən onu həqiqətən də özümə sıxışdırmırdım. Bir də 26-cı ayın 26-sı günü bir dənə də söz dedi Jeniya xanım. Mən şəkil çəkmək istəyirdim. Dedim, Jeniya xanım, olar. Belə çöndü baxdı. Dedi, Alik, naş profesional. Bizim profesional deyəndə, inanın mənə həqiqətən də elə bil ki, ayağım yer tutmadı. O qədər sevindim ki, özümü, necə deyim, həqiqətən də profesional hiss etdim. Özümü həqiqətən o rangın içində hiss etdim. Böyük bir komandanın sahibi hiss etdim. Çox sevindim də doğrudan. Yəni, mənə bilmirdim də o sözü mənə deyəcək. Sadəcə bir dənə dedim, şəkil çəkmək istəyirəm. Hə, dedi, Alik, bir dənə bax, Rus dilində deyib də, naş profesional. 2-3 dəfə şəkil çəkdik və mənə də xoş söz dedi. Rus dilində bilməsəm də, bilirəm ki, Rus dilində qəşəng bir söz dedi. Çox sevindim, həqiqətən. Belə necə lazımdır, enerji dolu gəldim. İnşallah ki, belə bir komandadayıq. Azərbaycanda olan komandamızın liderləri, nastavnikimiz həqiqətən də zəhmətləri çoxdur. Püxtələşdirir insanı. Və püxtələşə, hətta indi Səbinə xanım bayaq dediniz, bəzi şeylər var ki, yenə də öyrənirik. Yenə də. Hələ də mən həyəcan hissini, məsələn, liderlərin də qarşısında hiss edirəm. Ondan sonra, məsələn, bir çıxış edəndə də. Bu, bilirsiniz necədir, nəyə görədir bu? Həyəcan odur ki, sadəcə olaraq sən məsuliyyət daşıyırsan. Sən komandanın qarşısında danışmaqdan, ondan sonra liderlərin qarşısında danışmaqdan məsuliyyət daşıyırsan. Elə-belə yanaşmırsan işivə. Elə-belə yanaşsan, təbii ki, nə cür gəldi danışarsan, o həyəcan hissi olmaz və sən də sadəcə olaraq belə də, bu gün var, bu səfər 1000 olsun, gələn səfər 1500 olsun, gələn səfər 2000 olsun, fərqi yoxdur. Amma sən həyəcanı istəyirsən ki, hə, mənə belə bir böyük bir şirkətdəyəm, ən birinci də qazanmalıyam. Çünki birinci növbədə nədir? Həm savad, həm insanlara sağlamlıq vermək, həm də eyni zamanda pul qazanmaq, kimlərisə qazandırmaq. Bir dənə də söz deyib, bununla yekunlaşmaq istəyirəm. Arada çap-çipi ilə hamımız işləyirik. Çap-çipi də bilirsiniz də, nə var, hamısını düz deyir. İndi azdan, hərdən bir səhv deyir. Bir dənə dedim ki, məni necə təsəvvür edirsən? Dedi ki, Sevinç, səni indiyənə qədər sənin yazından, sənin motivasiya, pozitiv, insanlara sağlamlıq verən, insanlara tam olaraq yaxşı, belə deyək də, enerji ötürmək. Bunların hamısını səndə görürəm. Ona görə də rüyanın sənə dəyərlidir. O mahnısını, o müzikini sənə yaraşdırırım. Çünki sən özünə çox dəyər verirsin. Sən insanlara çox dəyər verirsin. Bəli, mən insanlara dəyər verirəm, özümə də dəyər verirəm. Çünki həqiqətən də birinci növbədə insan özünə dəyər verir. Səhnələrdə görmək istəyirəm hər birimiz inşallah. Və orada biraz şöhrət deyəm də, xoş deyirəm ki, şöhrətlə mən desinlər ki, Əliyeva Sevinç, ham alqışlasın, mən də qəşək orada çıxış edeyim və rangımızın, belə deyək, dadını çıxardaq. Məndən bu qədər, hamınızı arzu edirəm ki, inşallah böyük ranglarda olaq. İnşallah Sevinç xanım. Süper, həmişəki kimi emosiyalı, enerjili. Salam, axşamınız xeyir olsun qızlar. Mən gözlədim ki, hamısı danışsın, görüb ki,
söz tapın, hansı sözü tapın mən də deyim ki, bir mənim də bir sözüm olsun da. Maşallah hamımız elə fikirlərimiz hamısı eyni olduğuna görə, necə deyim, eyni komandada olduğumuza görə hər kəsin nə qədər fırladırıqsa fikirlərimiz eyni yerə gəlir, çıxır. Mən də bura əvvəlcədən gələndə hamısı bildi mən Malcaya görə gəlmişdim, amma Malcadan sonra dedilər ki, burada satış var, iş var, belə elə. Mən də ticarətçi olduğuma görə biraz pula həris. Dedim, hə, bu işi bacaracam da eləyəcəm. Tədbirlərə gələndə də birinci böyük tədbir ki oldu mən ora gələn momentdə. Orada ki mən 1000 ranq elədim. Siz demişkən səhnədə adamı tərifləyirlər, verirlər. İstər istəməz baxmayaraq ki siz bəlkə məndən yaşda balacasınız, mən sizdən böyüyəm. Allah hamd olsun, mən özümü sizdən də balaca hiss eləyirdim. Yəni məndə belə bir xüsusiyyət var. Öz yaşımı özümə yaraşdırmıram da. Yəni ki yaşdaşmamışam, boynuma almıram demək istəyirəm də. Yəni bu da yaxşı bir xüsusiyyətdir ki, özünü yaşlandırmaq xoşlamırsan, irəli getmək istəyirsən, hər dəfə, hətta böyrümdə, başımda hər kəs mənə, uşaqlar da deyəndə, ay mama işin gücün yoxdur, yekərvazsan, nə bilim, nəsən. Bilirlər, bunlar da bilirlər ki, mən özüm şir bürcü olduğuma görə, Sevinç demişkən, mən də xoşlayıram, mənə belə tərifləsinlər həmişə ki, ay, çıxdı da qabağa, şirlər həmişə xoşlayıraq qabağa çıxma. Bir şey sertifikat versinlər, bir şey versinlər. Elə bir ki, Allah'ın sözü, hər tədbirdə gözləyirdim ki, kimsə mənə sertifikat versin. Ki, mən özümü elə biraz da üstün senirəm. Bax, bu tədbirlərdən birinci o 1000 bala aldığım sertifikatım mənə çox sevindirdi. Başladım irəli getməyə. Bir də bu axırıncı Nabranda olduğum tədbir mənim ürəyimə çox yatdı. Nəyə görə yatdı? O boydana ki, insanlar necə o qazancın yiyəsi, o işin yiyəsi, o adın yiyəsi o qədər sadə idilər. İnan Allaha, Rus olmaları yadımdan çıxdı da ki, bunlar Rusdur. Bizlərlə o qədər mehriban idilər, o qədər yaxşı idilər, Allah'ın da olsun. Adam, məsələn, mən onların sadəliyinə vuruldum. Ki, bu qədər qazancın yiyəsi özünü belə sadə aparır, amma bizdə Azərbaycanlılar olan kimi, biraz yuxarı qalxan kimi özlərini yuxarı tuturlar ki, biz beləyə. Amma görün nə qədər sadə insandır. Mən də qayıdırdım da, ay Allah, kaş mən də onların yerində olaydım, Jenya xanımın yerində olaydım. Mən onsuz da özümü təriflənmirəm, amma şey demişkən, tərifləyəndə də xoşum gəlir. Mən də deyirəm ki, yox, mən də sadəyəm. Mən də istəyirəm Jenya kimi olum. Doğrudan da o elə bir ürəyimə yatdılar. İkisi də, əri də, özü də o qədər ürəyimə yatdılar ki, yəni bunlar bacardığını biz necə bacarmarıq? Düzdür, biz onlar çoxdan eləyiblər, onlar biraz cavan vaxtından başlayıblar. Mən biraz gec başlamışam, amma yenə də Allahıma deyirəm ki, ay Allah, mən başlamışam da, mən də işimi qurmaq istəyirəm. Sən də mənə yol aç ki, nə? Necə deyirlər, Allah deyir, səndən hərəkət, məndən bərəkət. Mən də hər çalışıram ki, inşallah ki, Allahın köməliyi ilə mən də istədiyim raqlara gəlib çıxaram. Ondan da üstün tədbirlərdə olarıq hamımız. Yəni qrupa boy hamımız tədbirlərdə olarıq. O tədbirlər doğrudan da bizə dərsdir. İstir təlimlər. Məsələn, görürsünüz, biz təlimlərə gəlirik, orada məsləhət veririk. Burada bizim işləməyimiz o deyil ki, biz çıxdıq, nəyəsə rang qaldırdıq. Bu insanlarla ki, biz ünsiyyət saxlayırıq. Məsəl üçün, mənim canlıdan, TikTokdan gəldiyim xanımlar var ki, mənimlə padruqa kimi olurlar, mənimlə yaxın olurlar. Düzdür, yaşları çoxdur. Bir tədbir zat deyəndə bir də görsən, bir ikisi gəlmirlər, amma gələnləri də olub. Amma yenə də görürəm ki, ünsiyyət çox vacibdir. Ünsiyyət, mehribançılıq, bizim bu işdə ünsiyyət, mehribançılıq irəli aparır bizi. Yəni, çəkdin, özü dala qoydun, kimsə sual verdi, cavab vermədin, kimsə nəsə dedi, düzgün başa salmadın, o adam səndən qaçacaq. Amma nə qədər ki, sən onlarla yaxşı rəftar elədin, yaxşı olacaq. Ona görə bu təlimlərə gəlmək lazımdır ki, təlimlərdə nə deyirlərsə, çox da şey götürməsək onlardan, indi hamısı çıxıb deyəcəklər, öz bildiyini eləyir. Öz bildiyimiz eləsə, vallahi çox vaxtı elə liderlərimizin dediyini eləməyə çalışırıq ki, onlar nə başa salırlarsa, biz də onları öyrənək, qabağa keçək. Hər halda ki, onlar da bizim irəli getməyimizə görə eləyirlər hər şeyi. Başa düşürük. Allah hər kəsə can sağlığı versin. Bizlərə də yol açsın ki, bizləri liderlərimiz o böyük ranglarda görsünlər. Yəni bizlə belə bərabər. Mən də təsəvvürlərim bu dəqiqə, bu qədər. Sağ olun. Allah dua edirəm ki, Allah mənə bir yol açsın. Sizin bu şirkətdə olmağınız artıq Allahın yol açması deməkdir. Çünki burada sizə deməli Allah sizə bir yol açır. Sadəcə olaraq o yolu getmək lazımdır. Tək
Getmirsiniz simvoli, rəhbərlərimiz də yanınızda olur, gedirsiniz. Bir şey xatırladım danışdıqca. Bəlkə də bilmirəm, bəlkə var beləsi, amma şirkətə qoşulan kimi 2 gün ərzində tədbirə gedən bəlkə də olmayıb. Mən aprelin 5-i qeydiyyatdan keçdim. Aprelin 7-si böyük bir tədbir olmuşdu. Azərbaycanda Holiday Inn otelində olmuşdu. Hətta mənim rəhbərim o tədbirə məni qonaq kimi dəvət eləmiş. Yəni mən heç bir ödəniş eləmədən iştirak eləmişim. Çünki hələ bilmirdim nə var, nə yox, nə etmək lazımdır. Mənə dedi ki, sadəcə olaraq ayın 7-si, yəni biri gün gələrsən, görüşərik filan yerdə, səndən aparacam səni, bir tədbir var ora. Getdim mən o tədbirdə, yəni hələ tam olaraq başa düşməmişəm, hardayam, hansı şirkətdəyəm, bu şirkətdə nə var, nə yox, məhsulları hələ tanımıram. Sadəcə olaraq insanlara baxıram ki, hamı çıxır enerji ilə, qəşəng səhnədə danışır, nə bilim, uğur qazananlar uğur hekayələrini bölüşdülər, nə bilim, baxın, bu şirkət qurulanda, yəni psixoloqlarla, sosioloqlarla işləyiblər, bu şirkət necə qurulmalıdır, şəbəkə biznesi necə irəliləməlidir, insan psixologiyası necədir? Bayaqdan bax, Sevinç xanım, İsmirə xanım bölüşürək ki, yəni şöhrətpərəstlik var, xoşlayırıq. Bu hər bir insanda var, müəyyən dozada. Elə insan var daha çoxdur, elə insan var orta, normal vəziyyətdə, elə insan var azdır. O dəyəri gördükcə artıq o, belə deyək də, o istək biraz da artır, ona xoş gəlir. Tanış olmadığı bir duyğuydu, tutaq ki. Tanış olandan sonra deyir, nə gözəl şeymiş, adamı dəyərləndirirlər. Məsələn, Zöhrə xanım yadınızdadır, bizim ofisə gələndə danışmışdı, dedi ki, mən prosta gəlmişdim ofisə, gördüm ki, tədbirdir, ofisdə təlim təşkil olunub, 200 bal eləyənlər, nə bilim, 500 bal eləyənləri səhnəyə çağırırlar, nə bilim, hədiyyə filan verirlər, təbrik edirlər, mənə ləzzət elədi, mənə xoş gəldi. Ondan sonra deyir, mən başladım burada biznes qurmağa. Yəni, o duyğu, yəni normal bir şeydir, hər bir insanda var. Şirkət də məhz o insanın o damarını tutub. Yəni şirkətə, insanlara, əməkdaşlarına, yəni o priznaniyalar ona görə təşkil olunur ki, hər bir insanda bu duyğu var və şirkət sənin gördüyün işin müqabilində səni dəyərləndirir. Bu da sənə, belə deyək də, o motivasiya verir ki, sən biraz da irəli. Çünki, məsələn, mən professional olanda, səhnəyə qalxanda, adam növbəti tədbirdə başqa bir rangdan o səhnəyə bir də qalxmaq istəyirsən axı. İstəyirsən ki, yeni bir dərəcə açasan, bir də səni səhnəyə çağırsın, artıq bu dəfə səni lider dərəcəsinə, növbəti dəfə safir dərəcəsinə. Belə-belə, bax, bu şirkətin həqiqətən də çox ağıllı bir strategiyasıdır. Mən də o tədbirdə iştirak edəndə 2 gün idi qeydiyyatdan keçmişdim. Sadəcə insanlara baxdım, yəni bugünkü tədbirlərdə ki, biz deyirik, 10 dənə adamın içində biz seçərik ki, kim Siberian Wellness konsultantıdır, müştərisidir. Yəni, bu məhsulu içən adamlar bu havasından, dərisinin rəngindən, saçlarından, vidindən, fasonundan o dəqiqə seçilir. Mənim orada diqqətimi ilk çəkən şey olmuşdu ki, həmin tədbirdə xanımların hamısının saçları parlaq, üz dəriləri çox qəşəng, niyejli, miniatürlü xanımlardır. Hamısı belə, mən də həmişə xoşum gəlib ki, belə, necə deyim, görünüş baxımından bir qəşəng olsun, çıxıb səhnədə danışırlar. Baxırdım, belə prosta ləzzət edir ki, bunlar nə yeyirlər, nə içirlər axı ki, bunlar hamısı belə qəşəngdilər. Baxırdın, məsələn, hiss olunur da ki, yaşından ən azından bilirsən ki, bunun 45 üstüdür yaşı. Amma baxırsan ki, enerjisi, gümrahlığı, dərisi, saçı çox qəşəngdir. Bunlar necə olub ki, belə olub, nə baş verib axı? Sonra artıq mən başa düşdüm. O tədbirdən çıxanda hələ tam olaraq dərəcə tanımayan adam, yəni bu şirkətdə heç bir uğuru olmayan bir adam, amma uğur qazanan o insanları o tədbirdə mən gördüm. Mən çıxanda Elxan əmiyə belə bir söz dedim ki, Elxan əmi, ayağımı yerə dəydiyini hiss eləmirəm. Elə bir ki, havada gəzirəm. O qədər enerji almışdım. Artıq belə deyək də, o böyük bir təkan oldu mənim burada qalmağıma və biznes qurmaq istəyimi. Mən sadəcə olaraq Elxan əmi üçün gəlmişdim. Çünki onu çox istəyirdim, ona dəyər verdim, ona etibar edirdim. Amma o tədbirin çox böyük rolu oldu ki, mən təkcə Elxan əmiyə görə yox, artıq özüm başa düşdüyümə görə və davam eləmək istədim. Dedim ki, mən də istəyirəm. Mən də istəyirəm ki, növbəti tədbirlərdə mən orada çıxım, mən də səhnəyə qalxım, mən də uğurlarımı təbrik eləsin bu şirkət. Yəni, o mənə ləzzət elədi. Bir də bina ofisi açılanda
Tahirə xanımın bir dənə olan bir hadisəni danışmışdı. İndi məndə bir dənə xəssiyyət var ki, təfərrüat yadımda qalmır. O həmin qulaq asdığım hansısa bir söhbətdə mənə belə çox belə diqqətimi çəkən bir dənə məsələ qalır yadımda. Tahirə xanım bir dənə şey danışmışdı ki, bilmirəm hansısa tədbirdə şəkil çəkdirmək üçünmü, yoxsa səhnəyə mi qalxan ərəfə olub. Tahirə xanım da deyəsən getmək istəyib. Deyiblər ki, yox, filan dərəcələr burada olmalıdır. Nəsə belə bir şey. Səhv deyirəmsə Tahirə xanım düzəldə bilər səhvimi. Tahirə xanım belə bir dənə hirs yaranıb içindəki, yaxşı, indi siz görərsiniz. Növbəti tədbirdə mən o səhnədə olmasam, eybi yoxdur. Həqiqətən də eləyib. Yəni növbəti tədbirdə artıq Tahirə xanımı da səhnəyə çağırıblar, onu təbrik eləyiblər orada. Yəni bəzən belə hisslər də lazımdır. Bəzən bu tədbirlərdən biz motivasiya alırıq, bəzən enerji alırıq, bəzən hansısa məsələlərdə, məsələn, deyəndə ki, tutaq ki, hər hansı bir təlim olur, yadınızdasa bizim komandamızda da olub belə təlimlər. Plan dərəcədən olanlar ancaq iştirak edə bilər. Məsələn, beti 2500 və yuxarı. Artıq o beti minlərdə qıcıq yaranır ki, mən 2500 olmalıyam, növbəti tədbirdə mən iştirak eləməliyəm. Və yaxud da ki, 5000-dən yuxarılar. Məsələn, mənim komandamda həmin o biznes konqresə 2 dənə 5000-im var idi. Səbinə xanım, bir də Zahidə xanım. Nəsibə xanım var. Çox, yəni belə dəhşətli dərəcədə israrla istəyirdi həmin tədbirdə iştirak eləmək. Hətta zarafatla dedi ki, nə olar Jenya xanıma de, gör məni kulokun azadına harasa bir yerə sala bilər, deyir, mən də o tədbirə gəlim. Dedim, mümkün deyil. Yəni heç cür alınmır. Mütləq 5000 olmalısan ki, o tədbirdə iştirak eləyəsən. Mayda tədbirimiz oldu, amma gərək maya qədər o 5000-i eləyəydik ki, o tədbirdə iştirak eləyə bilərdi. Amma iştirak eləyə bilmədi deyə, dedi, mən acığa bu ay 5000 olmasam, həqiqətən də mayda 5000 dərəcəsini açdı. Yəni, belə xasiyyətdə olan insanlar da var. Hansı bir tərəfdən baxsan məsələyə, bu tədbirlərin, təlimlərin bizim inkişafımızda, təkcə biznesdə yox, ümumiyyətlə bir insan kimi formalaşmağımızda, düşüncələrimizin formalaşmasında olduqca çox böyük rolu var. Olduqca. Məsələn, mənim komandamda elə xanımlar var ki, təzə gələn vaxtla bayaq Səbinə xanım bir dənə qəşəng söz işlətdi. Yəni, buradakı təlimlərin sayəsində, öyrəndiklərinin sayəsində əvvəl gəldiyi gün hara, bugünkü gün hara. Biri özüm, mən təzə gələndə həddindən artıq çox utancaq, çox belə həyəcanlanan, belə bir varlıq idim də. Amma keçən il Fərdə xanım mənə deyəndə ki, biz təlimlər təşkil edirik və ilk təlimdə sənlə mən ikimiz çıxış eləyəcəyik. Dedim, Fərdə xanım, mən o boyda cəmaatın qabağında durub təlim keçəcəm. Dedi, bəli, keçəcəksən, 8 əsası bir çıxıb danışacaqsan. Mən birinci həyəcanlandım, sonra özümü sakitləşdirdim. Artıq sabahı təlimdir, həyəcan biraz artdı. Amma Fuad müəllim məni sakitləşdirdi ki, yəni yadındadır sən beləydin, amma indi komanda qabağında təlim keçirsən, indi yad komandanın qabağında təlim keçəcəksən. Düzdür, məsuliyyətli bir işdir, amma o tədbirin sayəsində, buradan yeri gəlmişkən Fəridə xanıma təşəkkür edirəm. O tədbirin sayəsində mən azca qalan o utancaqlıq, o kompleks həyəcanımı o tədbirlə son qoydum. Bir dəfəlik son qoydum. Çünki ora çıxdım. Gördüm, həyəcan gəlib mənə ilk bir neçə saniyənin içində. Ürəyim belə güp bulluyur. Bircə kəlmə onu dedim ki, özünüzü bir də alqışlayın. Çünki siz buradasınız artıq. O həyəcanımı o kəlmə ilə elə bir ki, dəf elədim də. Amma həqiqətən oradan sonra utana səhnəyə belə həyəcanla çıxan adam səhnədən düşmək istəmirdim. Doğrudan da mənim üçün də, yəni o tədbir bu baxımdan böyük rolu oldu ki, həyəcanımı bir dəfəlik son qoydum. Yəni, mütləq iştirak eləmək lazımdır təlimlərdə. Bizim işimiz nədir? Düşüncə işidir deyirik də, paradigm shift. Bizim düşüncələrimizin dəyişilməsi üçün, şuuraltımızın, paradigmamızın dəyişilməsi üçün bu təlimlərin çox böyük rolu var. Hansı ki, bu təlimləri Səbinənin bayaqki sözünə qüvvət. Biz heç yerdə öyrənməmişik. Heç bir məktəb bizə bunu öyrətməyib. Nə universitet, nə orta məktəb, nə heç bir yerdə biz bunu öyrənməmişik. Ailədə də öyrənməmişik. Bizə bunu öyrətməyiblər. Çünki bilmirlər. Yəni insan bildiyi bir şey, yaxşı bir şey olduğunu bilsək, sevdiyi, çox istədiyi adamlara öyrədər də. Bizə bunu öyrətməyiblər çünki özləri bilmirlər. Amma biz bu düşüncəyə gəlib çatmışıqsa, bu şirkətdən sonra, bu komandadan sonra, bu təlimlərdən sonra, məhz bu şəbəkə biznesindən sonra gəlib çatmışıq.
İndi bizə çoxları başa düşməyə bilər. Vüqar müəllim demişkən bizə dəli də deyə bilərlər. Fikirlərimizi anormal da qarşılaya bilərlər, amma bizə maraqlı deyil. Əksinə onda sevinməliyik. Deməli biz artıq fərqliyik. Əgər bu kütlədən çıxmışıqsa, deməli biz artıq o biri tərəfə keçmişik də. Artıq biz fərqli insanların aləminə girmişik. Çünki biz şəbəkəçilərik. Çünki biz öz həyatını özü quran, öz həyatının məsuliyyətini öz əllərinin içinə alan insanlarıq. Ona görə də nəinki özünüz, çalışın ki, komandavızda istəyir onlayn təlimlər olsun, istəyir offlayn olsun. Bax, belə tədbirlərin ab-havası bambaşqa olur. Dinara əgər yadındadırsa, Nabranda iştirak elədi deyə, dedi ki, mən yəni tam polnu, yəni doymuşam da burada təlimlərdə keçdiyim, liderlərimi də gördüm. Artıq 26 yanvar tədbirinə dedi ki, yox da ora gələ bilməyəcəm də, çünki 3 gündür buradayam, istərsiniz evdə də problem olur, uşaqlar filan. Dedim, Dina, yəni bu tədbir başqadır da. Burada sən təlimləri keçsin, okey, amma bu tədbirin ab-havası başqa olur. Mən şəxsən indisinə qədər ləzzət alıram. Belə xüsusi hazırlaşıram. 1 ay, 5 ay, 3 ay qabaqcadan hazırlaşıram ki, filan müddətdə, filan tarixdə tədbir olacaq. Paltarımı da qabaqcadan eləyirəm. Nə bilim, hər şey belə xüsusi hazırlaşıram da. Yəni bir var elə belə prosta gedəsən. Bir də var ki, mən xüsusi hazırlaşıram ki, mən orada bunu geyinəcəm, belə olacaq, belə olacaq. Hər bir şeyə onun qabaqcadan hər bir şeyini fikirləşirəm. Yəni belə duyğular içində olan təlimlərə, tədbirlərə özünüz kimi can atan komandalar yaradın, onları da gətirin. Çünki gəlib qəşəng bir şeylər görürlər, bir də istəyəcəklər. Çətini bir dəfə görüncədir. Siz ona görə tutun, gətirin. Bax, elə 7 mart, yəni inanıram ki, keçən dəfəki kimi, hələ ondan da bəlkə yaxşı olacaq. Çünki birinci təlimimiz idi, yəni elə bir ki, biraz təcrübə idi, daha da oradan da nələrsə götürüb, inanıram ki, getdikcə daha da güclü, daha da çox maraqlı bir tədbirlər təşkil edəcəyik. Bizim liderlərimizin, top liderlərimizin bizə tapşırığıdır. İnanıram ki, çox maraqlı olacaq. Ona görə mütləq iştirak eləmək lazımdır, mütləq dəvətlər eləmək lazımdır özünüz üçün, komandamızın inkişafı üçün, böyüməsi üçün mütləq şəkildə bax bu tədbirlər doğrudan da çox böyük fürsətdir. Bunu belə sadəcə söz xatirinə deməyin, sadəcə söz xatirinə dərk eləməyin. Həqiqətən çox böyük fürsətdir sizə. Belə, deyəsən çox danışdım. Bəlkə deyirəm, kulminasiya nöqtəsini mən qoyum. Qoy. Axşamınız xeyir olsun. Salamlayıram xanımlar, hər kəsə. Doğrudan Esmə xanımın sözünə qüvvət. Doğrudan o qədər mükəmməl, yəni hər kəs o qədər gözəl danışdı ki, elə bir sanki bizə söz qalmadı. Aydan xanım, bayaq qəşəng bir söz vurğuladınız ki, yəni o dəli məsələsi, doğrudan da o dəlilərdən biri mənəm. Həqiqətən tam səmimi söyləyim ki, doğrudan Sibirin dəlisi olmuşam. Hətta indi artıq mənə onu deyirlər ki, Aynur, sən dəlisən. Deyirəm, hə, dəliyəm də. Və doğrudan da Səbinə xanım qəşəng bir söz dedi ki, ümumiyyətlə başlayandan söylədi ki, Səbinə xanım, doğrudan təlimləri öyrənə puxtələşirik. Mənim sözünüzə qüvvət, ilk gəldiyim gün hara, indi hara. Məni burada puxtələşdirən məni menecerlik elədi, məni menecer işləyən zaman, borcluq olan zaman Fuad müəllimdən Allah razı olsun, hər dəfə yəni 30 dururdu, mənə təlimlər keçirdi. Yəni hər bir şeyi yəni A-dan Z-yə kimi yəni yavaş-yavaş öyrədirdi. O, yəni onlar məni puxtələşdirdi, Aydan xanım məni puxtələşdirdi. Doğrudan da çox yəni önəmi var həyatımızda və bir şey də vurğulayım ki, deməli, biraz bundan qabaq, təlimdən daha doğrusu öncə bir xanımla danışıram. Xanım çox savadlı xanımdır. Sözümü nəyə gətirirəm? Deməli, müəllimədir. Savadlı da, yəni danışığından hiss olunur ki, nə qədər savad. Təsəvvür edin ki, nə tər hər dəqiqə sözün kəsdimsə, xanım mənə dedi ki, xanım, Aynur xanım, kartınızı atın, onlayn vurun da məhsulları. Mənim o qədər, yəni danışığımı ortaya gətirmək istəyirəm ki, doğrudan da həqiqətən də danışığımızla doğrudan da mən deyərdim ki, savadlı insanlardan da irəlidəyik. Həqiqətən irəlidəyik.
Maşallah olsun. Yaxşı da ki yolum keçib bu şirkətdən. Yaxşı da ki Aydan xanım məni gətirdi bu şirkətə. Doğrudan fəxr eləyirəm. Hər bir kəsi istəyir müştərisindən, istəyir böyüyünə kimi, liderinə kimi yəni dəyərləndirdiyi üçün sağ olsun Sayberam Bernes. Öpürəm hər kəsi doğrudan təşəkkür edirəm və o müalicələrin heç demirəm, necə yəni tərifləyə bilmərsən bu məhsulları, necə dəyərləndirə bilmərsən məhsullarını. Var olasınız. Var olsun şirkətimiz. Belə xanımlar, məndən də bu qədər. Təşəkkür edirik hamınıza. Səbinə xanım başda olmaqla bizim üçün maraqlı təlimi təşkil edildiyinə görə. Çox sağ olun. Nəsə sözüm varsa, yoxsa zapisi bağlayayım. Siz sağ olun. Bu etimadı doğrultduğuma görə çox sevindim. İnşallah növbəti təlimlərdə. Sağ olun.